Sabahınız xeyir. 28 yaşımda ailə evindən ayrı yaşamağa qərar verib podruqası ilə kirayə evə çıxan bu qızın ilk vloqunu izləyirsiniz. İlk vloq desəm də bu 5-ci səsləndirməmdir. Həqiqətən də çətindir vloq çəkmək, arxadan danışmaq. Amma çalışacağım ki, çox gözəl bir vloq ortaya çıxsın. Nəyisə səhv desəm, nəyisə düz deməsəm çox da fikir verməyin, üzə vurmayın. Yəni hələ ki adaptasiya olmağa çalışıram bu cür videoya. Hər neysə, podruqam işə gedib səhər tezə, mən isə evdən onlayn çalışdığım üçün istədiyim saatda durmağın keyfini yaşayıram. Üzümü yuma gəli ilə üzümü yuduqdan sonra üzümü nəmləndirirəm. Bu arada kipriklərim möhtəşəm alınıb 10 manata elədiyim ən gözəl kiprik qaynağı ola bilər. Saçımı quruduram. Əslində gedəsi yerim var saat 2-də, amma bilirəm ki saat 4-də çatacağım, ona görə də bu rahatlıq. Və Dyson'la saçımı fenləyirəm, forma verməyə çalışıram. Niyə də yox? 2000 manatlıq Dyson'a 1000 basar mənim bu 20 manatlıq fenim. Anamın evindən götürmüşəm və çox da gözəl forma veribdir. Məncə də dəyər. Bəyəndim yəni. Və gedirəm indi şkafdan paltarları götürməyə. Düzdür, şkaf üstümə gəlir, amma yenə də geyməyə heç nə yoxdur deyib şikayət edirəm. Düzdür, bir ildir doğru düzgün alış-veriş etməsəm də, ekonomiya eləməyə çalışsam da, adam arada istəyir alış-veriş eləsin. Nə qədər eyni paltar geymək olar, bezdimişə. Kirayəni ödəməkdən əlavə pul qalmır məndə. Hər neysə, Temudan aldığım bu 3 manatlıq iyrənc kalqutkanı təqdim edirəm sizə. Niyə iyrəncdir? Çünki termal isti saxlayan kalqutka adı ilə sifariş vermişəm. Amma mənə namnazik kalqutka sırayıblar. Halal eləmirəm pulumu, amma geridə qaytarmıram. 5 kilo kökəldiyim üçün çox sevinirəm. Çünki neçə vaxtı 41-42 kilodan o tərəfə keçmirdim. Artıq 49 kiloya çatmışam. Nə yaxşı, cəmaət arıqlamağı hədəfləyəndə mən kökəlməyi hədəfləyirəm. Hər kəsin bir dərdi var. Çox da fikir verməyin. Saçka geyinirəm, amma bilirəm ki çöldə donacam. Ona görə üzərindən jaket geyinirəm. Üst-üstə geyməkdən zəhləm gedir. Amma məcburam və təbii ki 25 ildir, 5 yaşımdan bu yana həmişə jaketimi səhv geyinirəm. Sonra da sinir krizi keçirib düzəltməyə çalışıram. Ona görə də bu gərginliyi çox da fikir verməyin. Və səhər yeməyi yeməyə çalışıram. Amma qonşular imkan versə, veçini təmir edirlər. Mən bilmirəm, bu təmirə verdikləri pulu hardan tapırlar. Bir biz kimi ekonomiya eləməyə çalışan, kasıb yaşayan, bilmirəm. Yəni, kiraya yaşadığım üçün səs çıxarda bilmirəm. Hər neysə, podruqamın cehizliyindən qalan stəkanla çayımı içirəm. Görsə məni öldürəcək, amma çox da fikir verməyim. Və 1 manatlıq pamadamla həm üzümə ənlik kimi istifadə edirəm yanaqlarıma, həm də pamada kimi ekonomiyanın anasını ağladıram. Və Temudan aldığım 3 manatlıq bu saç qaşı ilə saçıma qaşlar qoyuram. Niyə də yox? 29 yaşımız olsa da hələ də uşaq ruhluyuq. Bu arada bu ay ad günümdür, 29 yaşım olacaq, 30'a bir yaş qalıb. 30'ları keçirəm, həyəcanlıyam. Hər neysə, çox danışdım, getməliyəm, çöldə donuram. Bilirəm